Soyuqdur yoxsa necə? Neyniydim, üzdən öpəydin? Yəni ki, bir barışıq üçün bir şans yaranmışdı, barışa bilərdinizmi? Çox mu ölürəm barışmaq üçün? Doğrudan, yəni, orada bir yerdə, bir məkanda, eyni tədbirdə, eyni məclisdə. O cahillikdir. Kiməsə zəh vurub deyəsən ki, filan kəs varsa, mən o ad gününə gəlməyim. O səviyyəsizlikdir ümumiyyətcə. Siz onu heç zaman deməmişsiniz? Heç vaxt deməmişəm, heç kimlə deməmişəm. Çünki heç kimin gözünün içinə baxmağa çəkinəcəyim yoxdur. Çünki əgər bir insanla söz-söhbətim düşübsə, buna əminliklə deyirəm. Buna tam da əmin olun ki, bilin ki, o məndən deyil. Mən itlə də yola gedən adamam. Yəni, amma Fatimə də biraz ürəyi yumuşaq xanımdır. Yəni, siz bir addım atsanız, bəlkə də o da addım atardı elə həmin məclisdə. Atmışam da daldala. Yəni, gördüm, elə geri çəkildiniz, yəni. Daldala 4 addım attım. Yəni, siz addım atmazsınız. Niyə atım? Nə ehtiyac mı var ona? Yəni, o bəlkə barışmaq... Qonşu deyilik, qohum deyilik, nə bilim, rangım deyil ən azından. Hərəmizin öz dünyamız. Amma eyni sahənin insanlarısınız. Hansı sahənin? Hər ikiniz, məsələn, xına tədbirlərini aparan insanlarsınız. O sahədir bəyəm. Yəni, peşədir, işdir, Nə bilim. incəsənətdir.